Gələn il Azərbaycanda 1 milyon 1 min vətəndaşın pensiyalarında artımlar olacaq. Bunu Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü millət vəkili Vüqar Bayramov Baku qısa açıqlamasında deyib. Onun sözlərinə görə indeksləşdirmə pensiya və pensiya kapitalına şamil edilir. Əmək pensiyaları haqqında qanuna əsasən əmək pensiyaları hər ilin əvvəlində əvvəlki ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq indeksləşdirilir. Növbəti ildə əmək pensiyalarının indeksləşdirilməsi həyata keçirilir. 1 milyon 100 min vətəndaşımızın pensiyalarında artımlar olacaq. Buna görə təbii ki, növbəti il üçün orta pensiya məbləğinin artması nəzərdə tutulub. Deputat bildirir ki, artımlar əmək pensiyası alan bütün vətəndaşlarımızı əhatə edəcək. Buraya yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası növləri daxildir. O həmçinin əlavə edib ki, artım təqribən 9% civarında tənzimlənə bilər. Hələlik konkret rəqəm söyləmək çətindir. Amma 2025-ci ilin geridə qalan ayları üçün tendensiyasına baxsaq, bu təxminən 9% ətrafında olacaq. Sözsüz ilin sonunda konkret rəqəm bilinəcək. Pensiya kapitalı da indeksləşdiriləcək. Pensiya kapitalı 2025-ci ildə inflyasiya səviyyəsinə uyğun olaraq indeksləşdirilib. Pensiya kapitalı olan vətəndaşlarımızın kapitalı indeksləşdirilərək artırılıb. Mərkəzi Bank 6% inflyasiya proqnozlaşdırıb. Əgər o proqnoza uyğun qiymətləndirsək, deyə bilərik ki, pensiya kapitalı 6% indeksləşdirilib artırıla bilər.